Salam əziz izləyicilər. Demək, OTK-nın 9-cu siniflər üçün keçirdiyi buraxılış sınaq imtahanı sualların izahlarına baxaq. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. PDF-i əldə etmək istəyənlər rəy bölməsindən Telegram linkinə daxil olaraq əldə edə bilərsiniz. Demək, baxıram 31-ci sual. 36x çıxılsın x-in kubu. Deyir, çoxaltısını vuruqlara ayırın. X-i ortaq vuruq çıxartsam, qalır 36 çıx x-in kvadratı. Buradan da x vurulsun. Bu bizə kvadratlar fərqini xatırladır. 6 minus x, 6 plus x. Və cavabımız oldu bu şəkildə. Görək hansı variantdır. X vur 6 minus x, 6 plus x variantı. Növbəti baxıram 32-yə. Demək, 32-də nə istəyir bizdən? Deyir, sıfırdan fərqli x və y ədədləri üçün modul x mənfi x-ə bərabər və modul y-ə bərabər olarsa, təkliflərdən hansı doğrudur? Təkliflərimiz də bu şəkildədir. X, y kvadrat kiçikdir 0. Bu birinci. İkinci də x kvadrat y sıfırdan böyük. 3'te də x, y sıfırdan böyük. İndi qulaq as. Biz nə vaxt demişik ki, moduldan mənfi çıxır. Yəni, modul açılışında qarşı mənfi atırıq. Bunu nə vaxt deyirik? Modul daxil ifadə sıfırdan kiçik olanda. Modul daxil ifadə mənfisə demişik, qarşı mənfi atıb yazmaq lazımdır. Düzdürmü? Çünki ümumi nəticə müsbət olsun deyə. Moduldan nə vaxt olduğu kimi çıxır? Modul daxil ifadə müsbət olanda. Vəssalam. Bax, sıfırdan fərqli dediyinə görə burası bərabər götürə bilmərik. Belə. Demək, x bizdə mənfidir. Bax, x mənfidir. Kvadrat onsuz da həmişə müsbətdir. Y nə olur olsun. Mənfini müsbətə vuranda sıfırdan kiçik elirmi? Bəli. Demək, baxın, bu doğrudur. İndi bura baxıram. X mənfidir, kvadratı müsbət eləyir, y də onsuz da müsbətdir, müsbətə vuranda müsbət. Bu da doğrudur. X mənfidir, y müsbətdir, mənfini müsbətə vuranda mənfi eləyir, sıfırdan böyük eləmir. Bu yanlışdır. Demək, doğru olan nə oldu? 1-dən 2. Cavab olur D variantı. Növbəti baxıram 33-ə. Demək, kökləri x1, x2, x kvadrat çıxılsın mx üstəgəl 9 bərabər 0 tənliyi üçün bizə belə bir ifadə verib. Demək, x2 bölünsün x1 üstəgəl x1 böl x2 bərabər deyir 4 olarsa m'i tapın. Biz x1, x2 görən kimi ağlımıza viyet gəlir. Köklərinin cəmi, ikinci həddin əmsalının əksi, hasili 9. İndi bax, burada sadələşdirmək lazımdır. Əkop hər ikisi nə olmalıdır? Kökdə x1, x2'dir. Demək, buranı vururam kökdə x2'yə, buranı vururam kökdə x1'ə. Olur belə bir ifadə. Bax, sürət olur belə. Belə yazaq elək. Tam başa düşün. Bax, kökün altında x2'nin kvadratı bölünsün x1, x2 üstəgəl x1'in kvadratı bölünsün nə olacaq? x2 vur x1 bərabər 4. İndi qulaqsın. Burada artıq məxrəclər eyni olduğuna görə eyni məxrəcdə yaza bilirik də. Demək, diqqətlə baxsaq, burada kvadrat kök itirəcək. Çıxacaq modulda x2 üstəgəl. Burada kvadrat kök itirir. Çıxır modulda x1. Məxrəcdə də kökdə x1, x2. Bərabər nəyə? 4-ə. O belə. İndi buradan demək bizə köklərin cəmini m vermişdir. Düzdürmü? İndi baxın. Burada hasil nə verib mənə? 9 verib. Gətirib burada kök altında 9 yazsam, olacaq modulda x1 üstəgəl modulda x2 bərabərdir. Baxın, kök altında 9'dan çıxacaq 3.
3 ile çarpaz 12, 4'e vururam eləyir 12. Bu oldu şimdi 4 vur 3 bu şekilde oldu da. O da 12 eləyir. İndi baxın biz bilmirik axı. Mesela mən bilmirəm ki bu olduğu kimi çıxsın yoxsa qarşı mənfi atım. x1 ilə x2'ni bilmirəm. Buradan bir baxıram. Bilirəm ki ikisi də müsbət olmalıdır ki hasil müsbət olsun. İkisi də mənfi olmalıdır ki hasil müsbət olsun. Ona görə bir dəfə ikisindən müsbət halı kimi baxıram. Bir dəfə müsbət kimi baxsam bu olacaq belə. Bir dəfə mənfi kimi baxsam mənfi kimi baxanda bunun qarşısına mənfi atıram, bunun qarşısına mənfi atıram. Olacaq bu şəkildə. Bu da bərabərdir 12'ye. İndi bax köklərin cəmi nəyə bərabərdir? M-ə bərabərdir. Buradan görürəm ki M müsbət 12'dir. Burada mənfini qarşıya atsam, hər tərəfi mənfiyə vur burada da. Hər tərəfi mənfiyə vursam alasdan x1 üstəgəl x2 mənfi 12. O da belə çıxır ki M eyni zamanda mənfi 12'dir. Demə məndən M istəmirdi. Plus minus 12 olur cavab. Cavab A variantıdır. Qəşəng sualdır. Demə növbəti baxıram 34'ə. Deyir hündürlükləri 3-4 olan paralelogramın kiçik tərəfi 9 olsa onun böyük tərəfini tapın. Sən buradan qayda bilməlisən ki paralelogramda böyük hündürlük kiçik tərəfə çəkilir. Bu qaydanı bilməliyik. Məsələn hündürlüklər 4 işləmi. Bu bizdə kiçik hündürlükdür. 3. Bu bizdə böyük hündürlükdür. Özündən də görünür 4. Deyir kiçik tərəf. Kiçik tərəf baxın buradır. 9. Böyük hündürlük həmişə kiçik tərəfə çəkilir paralelogramda. Bu da olsun A. Buradan sahə qaydasına görə hündürlüyü tərəfə vuranda sahə verir. Hündürlüyü tərəfə vuranda sahə verir. Onda belə çıxır ki bunların hasilləri bərabər olmalıdır. Buradan da A bərabər 36'nı 3'ə böl. Alıram 12. Məndən böyük tərəfin uzunluğunu istəyir. Cavab olur 12. Bayaqdan 12 alalı gedirik. Allah sonumuzu xeyir eləsin. Növbəti baxıram 35'ə. Və 35'də A bölünsün B bərabər 1 böl 4'ə. A'ya deyirəm 1K, B'yə deyirəm 4K. Baxın, mənə şərtdə nə deyir? A ədədi A plus B cəminin neçə faizini təşkil edir? Həmçə nə demişəm? Birinci yerdə gələni böl ikinci yerdə gələnə vur 100'ə. Bu qaydanı yəni bilin. Yəni mükəmməl bir şeydir. Yəni həmişə düz yazarsan bu tip sualları. Heç vaxt yəni karıxmayasan ki, ay mən hansını 100 götürüm, A-nımı 100 götürüm, A plus B-nim 100 götürüm. Həmişə yəni şagirdlərin qarşıladığı bir məsələdir. Həmişə bax birinci yerdə gələni böl ikinci yerdə gələnə vurdun 100'ə. Məsələn neçə faiz çox desə, eyni qaydana yazırsan. Neçə faiz az desə də eyni qaydana yazarsan. Neçə faizdir desə yenə eyni qaydana yazarsan. Sadəcə məsələ nədir? Neçə faiz çox desə aldığını həmişə elə bir 100'dən çıxırsan. Neçə faiz az desə 100'ü elə bir ki ondan çıxırsan. Belə. Neçə faizidir desə elə özüdür. Faizi soruşsa. Məsələn A'ya yazıram K. A plus B nədir? K ilə 4K'nın cəmi 5K. Vur 100. Buradan K'lar gelir. %5'e böldüm 20. Neçə faizidir dediyinə görə cevap elə 20. Desəydi neçə faiz azdır? 100'den 20 çıxardım. Deyərdim 80 faiz azdır. Aydındır. Bu şəkildə yadda saxlayın. Cevap olur 20 C variantı. Növbəti baxıram 36'ya. Bakın x'in kvadratı çıx 6x üstəgəl y kvadrat üstəgəl 8y bərabər 0. Tənliyi ilə vermiş çevrənin radiusunu tapın. Biz bunu çevrənin tənliyinin düsturu formasına salmaq istəyirik. Bu şəkildə. Bu şəkildə yazandan sonra artıq mən radiusu görə bilirəm. Demək x kvadrat çıx 6x görəndə bunu bu şəkildə düşünürəm. Birincinin kvadratı var, 2 misli var. Üstəgəl y plus 4'ün kvadratı. Baxın buradan 9 çıxır əlavə. Buradan 16 çıxır. 9 ilə 16 neyini? 25. Düzdürmü? Burada 25 olmadığına görə çölə yazsan çıx 25. Bərabər 0. Buradan da x minus 3'ün kvadratı. Üstəgəl y plus 4'ün kvadratı. Bərabər də 25'ə. Baxın bu r kvadratdır. R kvadrat 25'dir. Radius oldu 5. Sənin radius istəyir. Cevap alır C variantı.
Növbəti baxıram 37-yə. Deyir həcmi 64 olan kubun bir üzünün diagonalı. Uşaqlar, kubun həcmi A kubudur. Bu 64'tür. A olur 4. Bak kubun bir üzü. Uşaqlar, kubun bütün üzləri kvadratdır. İndi elə bir ki tilinə tapmısan, 4 tapmısan da elə sənə bir üzünün diagonalı soruşur. Kvadratda diagonal nəyə bərabərdir? Tərəfdən kökdə 2 dəfə böyükdür. 4 kökdə 2. Bu qədər sadə. C variantı. Növbəti baxıram 38-ə. Çoxluqları üçün birləşmə tap deyir. Yəni, bundan sadə nə sual istəyirsiniz? A ilə B-nin birləşməsinin elementlərin sayıdır. Cəbi A-B-nin birləşməsini tapım. Demək 1 var, 2 var, 3 var, 4 var. Bunları köçürdük. Digərində 3, 4 var, 5, 6 yoxdur. Bunları da köçürdüm. Neçə element oldu? 3, 6 dənə. Demək birləşmədə 6 element var. D variantı. Növbəti baxıram 39. Demək bir dənə üçbucaq var. Belə. Bu olsun A, B, C. Baxın bu bizə belə verib. Nə verib buranı? M verib. Bizə O verib burada. ABC üçbucağın medianları O nöqtəsində kəsişirlər. B median uzunluğu 12 olarsa BO parçasının uzunluğunu tapın. Çox sadə. Sən bilirsən ki, medianlar burada kəsişirsə, medianlar kəsişəndə təpədən başlayaraq 2/1 nisbətinə bölünür. Yəni bura 2x, bura x təpədən başlayaraq. İndi bu bütöv BM 12 verməyib. 3x'i götürürsən 12, x olur 4. Səndən B 10 parçasının uzunluğunu istəyir. X'i 4 nəzərə alsam olacaq 8. Cavab 8 B variantı. Demək növbəti baxıram 40-a. 40-da bizə nə istəyir? X minus 4 bölünsün kökdə x minus 2. Demək baxın. Bunu kvadrat fərqi kimi düşünmək istəyirəm. X'i mən kökdə x'in kvadratı düşünərəmmi? Bəli. 4-də 2-nin kvadratıdır. Bunu yazaram kök x minus 2. Kökdə x plus 2. Məxrəcdə kök x minus 2. Burada da çıxma var da. Bunlar gedər. Qaldı kök x plus 2. Cavab olur B variantı. Növbəti baxıram 41-ə. 41-də kvadrat bərabərsli verib. Yəni sizə 9'lara bərabərsli düşə biləcək gözəl bir sualdır yəni bu. Yəni maksimum kvadrat bərabərsli yəni belə düşər. İndi baxın. Biz kvadrat bərabərsini həll edin yəni necə həll edirdik? Kökləri tap, vuruqlar şəklində yaz, intervallarda nəzərə al və işarəni təyin elə. Demək köklər toplayanda 14, vuranda 45. 9 ilə 5 olmur. Demək x minus 5, x minus 9. Kiçik bərabər 0. Demək toplayanda 14 edir. Aha. Düzdür. Demək intervalda kökləri nəzərə alıram. 5 ilə 9. Bax belə. Solda 4 versəm mənfi, mənfi. Vuranda müsbət. 6 versəm müsbət, mənfi, mənfi. 10 versəm x də müsbət. 0-dan kiçik dediyinə görə 5-9 aralığıdır. Hətta daxildir. Çünki bərabərlik var. Mənə tam əllərin sayını istəyir. İkisi də daxildir. Böyündən kiçiyin çıxdım. Üzərində 1 gəldim. Oldu 5'də. Cavab oldu E variantı. Növbəti baxıram 41'ə. Daha doğrusu 42'ə. Əkop verib n plus 1, n plus 2. Əbof verib n plus 3, n plus 4. 57 olarsa. Bax, diqqətlə qulaq as. N təbii ki, buradan naturaldır da. Yəni, n mənfidə də ola bilməz də. Çünki biz mənfilərin əkobunu tapmırıq. Naturalların əkobunu tapa bilirik. Düzdürmü? İndi sən baxırsan ki, bunların arasında fərq 1'dir. Bunların arasında fərq 1'dir. Başa düşürsən? İndi hansı natural ədədlərin arasında fərq 1 olur? Ardıcıl natural. Uşaqlar, ardıcıl naturaldırsa bu. Bunların əkobu hasil olmur. Niyə? Çünki ardıcıl naturallar qarşılıqlı sadə ədəddir. Aydındır. Ona görə bunların əkobu bunların hasili. N plus 1 vur n plus 2 olacaq. Bu da qarşılıqlı sadə ədəd olduğuna görə arasında fərq 1'dir. Bu da əbobu olacaq nə? 1.
Çünkü karşı tərəfdən əbəbu 1 olur. Bərabər nəyə? 57'ye. Bunda vurub açıram. Vurub açanda olur n kvadrat üstəgəl 3n üstəgəl 2 plus 1 çıx 57 bərabər 0'a. Buradan n kvadrat üstəgəl 3n çıx 54 mi olur? 3 tane 50'de çıxdı. Hə. Demək köklərinin cəmi -3 hasili -54. Bu da -9 ilə müsbət 6 olur yəqin ki, bəli. Təbii ki, biz müsbət götürməliyik. Cavab oldu C variantı. Demək növbəti baxıram 43'ə. Baxın 43'də nə istəyir bizdən? Ehtimaldır deyəsən. Deyir bir zəri 2 dəfə atdıqda birinci dəfə 4, ikinci dəfə sadə ədədin düşməsi ehtimalı. Zərdə bilirəm ki, bu xallar var. Düzdürmü? Demək 2 dəfə zər atıram. Birinci zər atanda söhbət bir dənə zərdən gedir. Bir zəri 2 dəfə atıram. Bir dənə zəri ilk dəfə atanda ümumi Allah sayı 6'dır. Burada 4 ilk dəfə 4'ün. Neçə dənə 4 var burada? Bir dənə. Əlverişli Allahın sayı 1. Bu 4'ün düşmə ehtimalı oldu. İkinci yenə atanda 6 dənə hal var. Mənə deyir ikinci dəfə sadə ədədin. Sadə nə var? 2 var, 3 var, 5 var. İnşallah 1'i götürməz. 1 nə sadə nə mürəkkəbdir. Demək neçə sadə var? 3 dənə. İkinci dəfə sadənin düşmə ehtimalı 6'da 3'dür. Və bunlar təbii ki, nə olur? Vurulur. Çünki bizə şərt qoyaraq bir-birindən asılıdır. Bu da olacaq nə? 12'də 1 mi olur? Bu da oldu C variantı. Növbəti baxıram 44'ə. Deyir 8'də 3 kəsirini onluq kəsir şəklində göstərin. 8'də 3'ü onluq kəsirində göstərmək üçün 3'ü bölürəm 8'ə. 3 bölünmür 0 attım 0 attım vergül ayırdım. 3 dəfə düşdü 24 6 bölünmür 0. 7 dəfə 56 4 45 dəfə. 0 tam 1000'də 375. Bu sualı görüb bəlkə də elələr var. Deyirəm bu nə sualdı gedim indi səhv edir. Allah qorusun. Növbəti baxıram 45'ə. Baxın 45'də nə deyir orada? Görünmür PDF. Bir dəqiqə. Görməyə çalışaq. Səhv görmürəmsə belədir. Demək kökdə 5-ci dərəcədən kökdə 6-cı dərəcədən 125. İnşallah ki səhv görmürəm. Çıx 1. Düzdür. O biri nədir? O biri 3-cü dərəcədən 4-cü dərəcədən 5'dir yəqin ki. Bu da 125'dir. Bu belə. Üstəgəl 1, üstəgəl 1. Belə bir sual. Baxın bunu belə yazırıq. Rasional qüvvə şəklini göstərirəm. Baxın bu köklərin arasında heç nə yoxsa demişlər dərəcələri vura bilərik. 30-cu dərəcədən 125 minus 1. Aşağıda da 3'ü 4'ə 12, 5'ə 60. 60-cı dərəcədən 125 plus 1. Və plus 1. İndi baxın. Bunu rasional qüvvə şəklində yazıram. 125'in qüvvətində yazıram 30'da 1. O birində də 125'in qüvvətində 60'da 1. Plus 1 minus 1. Üstəgəl 1. İndi burada birisini enirik. Demək kub yazsam 10 olacaq. Gəl 125'i də 5'in kubu yazaq. Ədədin biraz kiçilsin də. Belə olur. Belə olur. O olur 5'in qüvvətində 10'da 1 çıx 1. Digər olur 5'in qüvvətində 20'də 1 üstəgəl 1. Plus 1. Basan buradan bilsən nə görməlisən? Kvadratda fərqi görməlisən. Necə? Baxıram ki bu 10'da 1'dir, bu 20'də 1'dir elə. O 10'da 1'in yerinə bax belə bir şey yaza bilərəm bax. Yazıram 5'in üstündə 20'də 1'in kvadratı yazsam yenə 10'da 1 eləyəcəyimi? Bəli. Çıx elə bir ki 1'in kvadratı. Məxrəc yerində qalsın. Demək ki bu aşağıdadır da belə. Bütün.
Sürət kvadrantlar fərqi. 5'in qüvvətində 20'də 1 çıx 1. Sonra 5'in qüvvətində 20'də 1 üstəgəl 1. Məxrəcdə 5'in qüvvətində 20'də 1 üstəgəl 1 çöldə də 1. Bunlar gedəcək. Qaldı 5'in qüvvətində 20'də 1. Bu o deməkdir ki 20-ci dərəcədən 5 minus 1 üstəgəl 1. Buradan birlər gedər. Sonuç budur. 20-ci dərəcədən 5. 45'də bilmirəm indi 20-ci dərəcədən kök 5 hansıdır? D-dirmi, E-dirmi, C-dirmi? C-ni oxşadıram. C-ni oxşadıram. Siz baxarsınız, indi yoruma deməyin ki, müəllim burada cavab səhvdir. C deyil, E-dir, ay nə bilim nə. İndi burada cavaba baxın. 20-ci dərəcədən kök 5. Cavab budur. İndi variant mən C oxşadıram. C-dirsə lap yaxşı. C deyilsə də özünüz görün də variant hansıdır. Baxıram 46'ya. Uşaqlar 46'da mənə diagonallar verib. D1 verib kökdə 46. D2 verib kökdə 59. Bizdən perimetr istəyir. Demək, diagonalın tərəflə əlaqə bir düsturu xatırlayıram. Düzdürmü? Demək, D1'in kvadratı kök 46'nın kvadratı 46. Kök 59'un kvadratı 59 bərabər 4A kvadrat. Buradan 4A kvadrat bərabər. Bunları toplayıram. Eləyir neçə? 46 ilə ayda 41 deyə başlayın. Yaxşı gördüm. Gördüm qəlbə də dalınır. Ona görə bir də baxdım. Bu eləyir 100. Buradan A kvadrat bərabər 25'ə A da oldu 5. Sən perimetr istəyir. Perimetr 4A'dır. 4'ü vurdum 5'ə oldu 20. Perimetrin 20'dir cavab. Növbəti baxıram 47'yə. Demək 47'də nə verib mənə? AB bölünsün BA bərabər 17'də 5. Olarsa deyil A plus B cəmini tapın. Uşaqlar, üzr istəyirəm. Bax burada nə etməliyəm? Parçalayıraq da, yəni onluq mərtəbə vahidlərinə 10A üstəgəl B 10B üstəgəl A bərabər 17'də 5'ə çarpaz 170A üstəgəl 17B bərabər 50B üstəgəl 5A. Düzdür? Demək 170'dən 50 çıxanda qaldı 120. Daha doğrusu səhv dedim. 170'dən 5 çıxdım. 165A 50'dən də 17 çıxdım. 33B. Burada 33'ə getsə qalacaq 5A bərabər nə? B-yə. Demək buradan görürəm ki B 5K'dır. A 1K'dır. K'ya 1 versən bu 5 olur, bu 1 olur. 2 versən bu 10 olur, bu 2 olur. Təbii ki 2 verə bilmərəm çünki burada AB rəqəmdir. Üstünə xət var. AB rəqəm 10 ola bilməz. Ona görə A 5'dir, B 1'dir. Bunların da cəmi olur 6. Cavab 6 olmuş olur. Növbəti 48'ə baxıram. 48 yəni toplu da işləmiş o suallardan. Birinci təhlil kvadratlar fərqi. Bərabər 19'a. Baxın 5x minus 3y 1 verib. Gətir burada nəzərə alsam. 5x plus 3y. Bax bura 1 yazsam 19'u 1'ə böl. Yenə 19 olur. Aşağıda da 5x minus 3y gətirib altına yazıram. Bir də sistem qururam. Buradan da bizə nə verəcək? Toplayanda 3y'lər gedir. Qalır 10x bərabər 20x2. Burada gətirib x yenə 2 yazıram. Olur 10 üstəgəl 3y bərabər 19. 3y bərabər 9. Y bərabər 3. Mənə bunların cəmini istəyir. 2 plus 3 oldu 5. Demək növbəti baxıram 49. Bir hədisinin dərəcəsini tapın. Bir hədin dərəcəsini necə tapırıq? Dəyişən qüvvətlərini toplayırıq da. Orada nədir? 2'dir, yəqin ki 3'dür, 4'dür. Cəmi 9.
Mesela bir həddi ilə bağlı çox sadə sual. Mesela qoysa daha yaxşı olardı. Məsələ üçün deyirəm. Əmsal, nə bilim, bir həddin dərəcəsinin neçə faiz çoxdur, nə bilim, neçə faizidir falan. Nə bilim, dərəcə əmsalın neçə faizidir. Belə. Belə yəni rahat sualdır. Da yazmaq istəyir onu. Baxıram 50-yə. 5-i nə günə qoydum. İki düz xəttin kəsişməsində. Bax, 2 dənə düz xəttin kəsişir. 2 düz xətt kəsişində sən bilirsən ki, burada bir qonşular əmələ gəlir. Bir də qarşılıqlı bucaqlar əmələ gəlir. Unutma. Deyir, alınan bucaqların ikisinin cəmi 220. Demək dedim, bir qonşu əmələ gəlir. Qonşuların cəmi 220 olmaz. Qonşular 180-dir. Onda bunlar qarşılıqlı bucaqlar imiş. İkisinin cəmi 220-dirsə, bölü 2-yə 110. Demək, qarşılıqlı bucaqlar 110-dur. Qonşusu nədir? 70-dir. Çünki bütöv 180 olmalıdır. Sənə bu bucaqlara qonşu olan bucağın dərəcə ölçüsü. Bu bucaqlara qonşu olan bucaq 70-dir. Vəssalam. Növbəti baxıram 51-ə. Yolun gedilən hissəsinin qalan hissəsinə nisbəti 5 bölü 7. Bax. Gedilən, qalan. Gedilən hissənin qalan hissənin nisbəti 5 bölü 7. Baxın, gedilən 5K'dır. Qalan 7K'dır. Onda belə çıxır ki, yol 12K'dır. Düzdür mü? Çünki gedilənlə qalanı toplayanda bütöv yolu verir. Bura 75 yox, 7K. Məndən nə istəyir? Deyir, əlavə 6 kilometr yol gedildikdə bu nisbət 7 bölü 5 kimi olur. İndi bax, əlavə 6 kilometr yol gedirlər. Əlavə 6 kilometr yol gedilirsə, indi qulaq as. Bircə dəqiqə. Bu belə. İndi mənə bilsə nə deyir? İndi deyir ki, əlavə 6 kilometr yol gedirsə, nisbət 7 bölü 5'dir. Bayaq elə bir ki, fikir ver. Bayaq 5K getməmişdi. Bayaq 5K getmişdi. İndi əlavə 6 kilometr gedir. Demək 5K'nın üstünə 6 gedilən. Artıq gedilən bu olur. Gedilən bu olur. Bayaq qalan buydu. Artıq qalandan K çıxıldı da elə deyil. Gedilənin üzərinə gəldim, qalandan çıxdım. İndi bax, gedilən budur, qalan budur. Mənə deyir nisbət 7 bölü 5 olur. O belə olur. Buradan çarpaz edirəm. 25K üstə gəl 30 bərabər 49K çıx 42. 49'dan 25 çıxanda qalır 24K. 30'dan 42 eləyir 72. K'nı aldım 3. Bizdən nə istəyir? Yolun ümumi uzunluğu. Yol 12K değildi. 12'ni də vurdum 3'ə, aldım 36. Cavab 36 kilometrdir. Növbəti baxıram 51'ə. Ətraflı suallar. Bir dəqiqə 51. Bir dəqiqə 51'ə baxmışam, 52. Demək 52'də baxın, belə bir bizə şəkil verib. O şəkili çəkməyə çalışım. Belə bir çevirəm. Buradan belə bir toxunam. Burada belə bir toxunam. Olsun belə. Baxın, içəridə də bir dənə balaca çevrə var. Belə də. Buradan da bir toxuna gəlib balacaya. Belə. Demək, bura O1'dir. Bura O2'dir. Bu böyük çevrənin mərkəzi, bu da kiçik çevrənin mərkəzi. Elə düşünək. Biraz balacalaşdım. İndi qulaq asın. Gəlin görə bizə nə istəyir.
O1 deyir mərkəzi O1 nöqtəsinə olan çevrə, mərkəzi O2 nöqtəsinə olan və radius 8 olan çevrəyə daxildən toxunur. Aha. Demək bizim bu böyük çevrənin radiusu 8 imiş. Bu böyük R bərabər 8 yazdım. Bil ki böyük çevrədir. Demək radius 8 olan çevrəyə daxildən toxunaraq O2 nöqtəsindən keçir. Nətər? Mərkəzi O1 nöqtəsində olan çevrə, mərkəzi O2 nöqtəsində və radius 8 olan çevrəyə daxildən toxunur. Daxildən toxunaraq O2 nöqtəsindən keçir. Hə, bu uşaqlar. Şəkili səhv qurmuşam. O2-dən keçir. Bu belədir. Bayaqki formaya gətirim yenə. Bu belə olsun. Bu belədir. O2 burada var uşaqlar. Bu belə. Aha. Yəni elə bir ki, kiçik çevrə böyük çevrənin mərkəzindən keçir. Yəni onu demək istəyir. Deyir A nöqtəsindən böyük çevrəyə çəkilən toxunanlar arasında bucaq və A nöqtəsindən böyük çevrəyə çəkilən toxunanlar arasında qalan bucaq 60 olarsa AB toxunan uzunluğunu tapın. AB də budur. İndi qulaq as. Bura bütöv 60'dır. Bura bütöv 60'sa demək bura 8 olsa baxın mən buradan bu təm bölənlər arasından çıxan, daha doğrusu təm bölənlər deyirəm, bu toxunanın arasından çıxan şua mərkəzlə keçirsə, onda bu qırmızı xət nə olur? Təm bölən olur. Şualar bütöv 60 idi eləmi? Onda yarısı oldu 30. Baxın buradan burada 30'dur. İndi qulaq asın. Bizə böyük çevrənin radiusunu 8 vermişdi. Baxın buranı birləşdirsəm bu radius 8 olur. Elə. Aha, bu radius 8'dir. Şimdi bakın bu radius 8'dirsə 30'un qarşısına kat et hipotenuzun yarısı. O buradan bura olacaq 16. Bak bu elə bir AO2 bütöv 16'dır. Bu belə. Bu bütöv 16'dır. Şöyle. İndi qulaq asın. Uşaqlar. Bax. Buradan bura böyük çevrənin radiusu 8 sayılmır. Onda baxın. Bu kiçik çevrənin diametri olduğuna göre 8'in yarısı 4. 4 düştü mü? Bakın bütöv 16 idi. Bütöv 16 idi. Şimdi mən 16'dan bu 4'ü çıxıram. Bakın. Bu bütöv 16'dan bu bütöv 16'dan bu 4'ü çıxsam. Buradan bura 12 qalır mı? Bunu silim. Bak bu sarı renk gördüğün bütöv 12'dir. Bu sarı renk 12'dir. İndi kiçik çevrənin radiusu 4 olduğuna göre buranı birləşsəm bu toxunanın radiusu bura 4 olur mu? Burada birisi nəyə baxıram? Uşaqlar indi mən. Bax. Burada bu düz bucaqlı, üç bucaqda Pifagor gedəcəm. Baba. Bu gördüğün bu göy renkli düz bucaqlı, üç bucaqda Pifagor gedəcəm. Bura x yazıram. Mənə AB-ni istəyir. İndi bax bu x-in kvadratı bərabərdir 12'nin kvadratı. 12 bax buradan burada unutmayın. 12'nin kvadratı 144 çıxılsın bu 4'ün kvadratı 16. Bu səhv eləmirəmsə olur 128. Bəli. Onda x nə olacaq? 64 vur 2 deməkdir. Bu da olacaq 8 kökdə 2. Və AB toxunan uzunluğu 8 kökdə 2'dir. Gözəl sualdır. İnşallah ki hesablama səhv eləmədik. Növbəti baxıram 53'ə. Deyir ABC düzbucaqlı üçbucağında. Bax belə bir düzbucaqlı üçbucaqda. Bura 90. Bura A. Baxın bizə nə deyir? D'yə CB'yə perpendikulyar paralel deyir. Baxın bu CB'yə paraleldirsə mütləq burada 90 olmalıdır. Bu da belə. Şimdi bakın AD böl DC 3 böl 4. Bura 3x, bura 4x. AB'ni de mənə bütöv verib 21, B'ni istəyir. Şimdi yadına saxla.
Bax üçbucaqda dedim ki, paralel, hər hansı bir tərəfə paralel gördünsə, bil ki orada oxşarlıq var. Niyə? Burada alfa yazsan, burada alfa. Niyə? İki paralel düzxət, üçüncü düzxət kəsir. Orada əmələ gələn itilər bərabər. Burada 90, burada 90. Düzdür? Mən burada beta yazsam, bu beta hər iki üçbucağın bucağıdır. Həm bunun, həm böyüyünün. Sən burada bax, deyirsən ki, bu kiçik üçbucağla, bu böyük üçbucaq oxşardır. Aydındır? Oxşardırsa, məndən nə istəyir? Məndən B-ni istəyir elə. Bax, A-Y-yə bir dənə bir Y desəm. Gəlin oxşarlıq gerək. Bax, alfanın qarşısında bax, bütöv tərəf. Bax, AB-ni mənə bütöv. Bax, AB-ni mənə bütöv verib 21. Bax, alfanın qarşısında bütöv, yəni böyük tərəf 21 bölünsün. Alfanın qarşısında tərəf Y-ə nisbədir. Bərabərdir. Bax, betanın qarşısı boşdur. Nə edirəm onu? Bax, 90, bax, böyük üçbucaqdan başlamışam. Böyük düzbucaqlı üçbucaqda böyük tərəf, yəni hipotenuz 7x-in bu düzbucaqlı üçbucaqda bu 90-ın qarşısına tərəf 3x-a nisbədir. Bax, belə. Buradan x-lar gedəcək, bu heç. Buradan y bərabər demək 3 vur 21, 63 olur, 7-yə böl 9. Bax, y-i 9 tapdın, onda bura 12 olmalıdır. Bütöv 21-də axı. Səndən də B-ni istəyir, cavab olur 12. Növbəti baxıram 54-ə. Deyir, eni uzunluğundan 2 dəfə kiçik olan düzbucaqlının uzunluğunu. Bu bizdə düzbucaqlı olsun. Eni uzunluğundan 2 dəfə kiçik. Uzunluğu gəl 2A götürək, eni A götürək. Bax, eni uzunluğundan 2 dəfə kiçik olan düzbucaqlının uzunluğunu 20% artırıb eni dəyişmədikdə sahəsi 10 metr kvadrat artarsa, əvvəl verilmiş düzbucağın uzunluğunu tapın. Bax, indi qulaq asın. Birinciyə görə sahə olur 2A kvadrat. Birinci dəfə belə yazım. Bax, uzunluq bir də eni. Uzunluq 2A olanda eni A oldu. Burada sahə oldu 2A kvadrat. İndi mənə deyir ki, uzunluğu 20% artır. Elə bir uzunluğu 2A deyil. 2A 100'dür. 20% arttı. 120% oldu. Bu da olsun x. Buna vurup bölsəm x'i tapanda olacaq nə? 2 tam 10'da 4A. Düzdür mü? Bəli. İndi uzunluq 2A olanda 20% arttı. Oldu 2 tam 10'da 4A. Deyir ki, enini dəyişmə. Onda belə olanda tərəflər sahə belə oldu. İndi tərəflər dəyişəndə, yəni uzunluğun biri dəyişdi, eni dəyişmədi. Bunun artıq ikinci dəfə sahə olacaq 2 tam 10'da 4 A kvadrat. Mənə nə deyir şərtdə? Deyir ki, sahəsi 10 metr kvadrat artdı. Təbii ki, sahəsi böyük olandan kiçik olanı çıxanda ona bərabər olmalıdır. Buradan da 0 tam 10'da 4 A kvadrat bərabər 10 olur. A kvadrat olur nə? 25. Onda A oldu 5. Məndən əvvəl verilmiş düzbucaqlının uzunluğunu istəyir. Uzunluğu 2A'dır. A'nı 5 tapmışam. Vurdum 2'yə 10. Belə bir gözəl sual. Növbəti baxıram 55'ə. 55 deyəsən sonuncu sualdır. Bəli. Baxın, 55'də deyir ki, y bərabər x kvadrat üstəgəl bx plus c funksiyasının qrafiki ordinat oxunun 0,6 nöqtəsində kəsir. Demək, x kvadrat üstəgəl bx üstəgəl c qrafiki ordinat oxunun 0,6'da kəsir. Baxın, ordinat oxunun 0,6'da kəsir nə deməkdir? X-a 0 verirəm, y-ə 0 verirəm, y-ə 6 verirəm və c-nin 6 olduğunu görürəm orada. 0, x-a 0 verdim, 0 üstəgəl c bərabər 6. C-nin 6 olduğunu gördüm. Və buradan sən qayda yadında saxla ki, həmişə kvadrat funksiya ordinat oxunu kəsən nöqtə həmişə C-dir. Niyə? Buna görə. Çünki x-i 0 olur. Yadında saxla. Nöqtəsindən keçir. 2n nöqtəsi parabolanın simmetri oxu üzərindədir. Uşaqlar, simmetriya oxu yazıda saxlayın. Simmetri oxu, o bildiyin n var ya, parabolanın təpə nöqtəsi. Bax, odur. X bərabər m düz xətti simmetri oxu. Yadında saxla.
Böyle bir ki, böyle bir şey düşün də. Böyle bir şey düşün. Mesela tutalım ki parabola gəlir belə. Bax. Bax parabola gəlir belə. Bu m qədər sağa getmir. N qədər aşağı. Bu parabolanın simmetri oxu bax bu olur. Və məntiqlə düşün də. Bu qırmızı qrafik. Nəyin grafikidir? X bərabər m düz xəttinin qrafiki olmur. Ona görə simmetriya oxu. X bərabər m düz xətti olur. Yadında saxla. İndi bax mən buradan tuturam ki, əgər parabolanın simmetriya oxu 2n nöqtəsidirsə, onda x bərabər 2'dir. Yəni bizim m'imiz 2'dir. Yəni parabolanın təpə nöqtəsindəki m 2'dir. Vəssalam. İndi gəlirəm, bax y bərabər x kvadrat üstəgəl bx plus c-də m'i 2'yə bərabər edirəm. M bərabər mənfi b bölü 2a deyil. A burada 1'dir. Demək 2'ni 1'ə vurdum. Oldu 2. Demək mənfi b bölü 2a 2'yə bərabərdir. Onda buradan tapıram ki mənfi b 4 olur. B mənfi 4 olur. O belə. Demək b'ni mənfi 4 tapdıq. Bəli. Uşaqlar bu arada c'ni də 6 tapmışdıq da. Burada da c'yə 6 yazım. C 6'dır. Все. Bak b'ni tapdım mənfi 4. Bir de funksiyamı yazıram. Bir de yeni funksiyamı yazıram. X kvadrat çıx 4x plus 6. Şimdi bize ne lazım? Bize n lazım. Demək nöqtə 2n. Nöqtəsi parabolun simmetri oxu üzərindədir. Aha. Demək uşaqlar, bu parabolun təpə nöqtəsidir. Bax m qədər sağa, n qədər yuxarı. Demək n burada nədir? Parabolun təpə nöqtəsidir. N. N'in tuturu nə idi? 4ac çıx b kvadrat böl 4a. A'sı 1, c'si 6. Vuranda 24 çıxılsın b kvadrat. 4'ün kvadratı 16. Bölünsün 4'a 4. 24'ten 16 çıx 8, 4'e böl 2. Demək n də bizdə nə imiş? 2 imiş. Bu mənə n istəyir. Cavab olur 2. Gözəl sualdır. Funksiyona bağlı gözəl bir sual. Demək bu da sonuncu sualıydı. Sağ olun, hər bizə uğurlar. İnşallah 9'un imtihanı az qalıb. Hər həftənin 6-cı günü canlı yayınımız olacaq 9'lar üçün. Yəni məsləhət olaraq ki, qoşulun, faydalanın. Yəni nəticənizi artırmaq istəyirsinizsə, boşluqları doldurmaq istəyirsinizsə, ümumi təkrar istəyirsinizsə, mütləq bu canlıya qoşulun. Canlıları qaçırmayın. Sağ olun, hər bizə uğurlar.